Salam qardaşlar, necəsiz, nə var, nə yox. Səhifəmdə əvvəl paylaşımlarda etmişdim, belə bir alət düzəltmişəm. Bu alət nə üçündür? Bax, belə həyətdəki belə yerləri bununla təmizləmək üçün. Bax, fikir verin. Arkadaşlar, həm dırmıq kimi dırmıq işin görür, həm kötan kimi kötan işin görür. Bax, otları dartıb çıxardır yerindən. Stalmoy metaldandır ağzı. Armaturu da kalitələmişəm. Asan əyilib dağılan şeydir. Uşaqlar, indidən deyim, hansısa dılğır orada ağıllı danışmasın ki, bizim torpağa, nə bilim, lapatka gelmir, ona ayıracaq. Və bu, ondan ötürü ki, ştillə məşğul olanlar bilir, alağın arasını zadın, alaq eləməyə, kumlanmış ərazinin sonradan çıxan otların təmizləməyə. Bu, o demək deyir ki, sən bu aparıb betonun arasına salassan ki, bu xoşuma gəlmədi. Yox, bu ondan ötürüdür. Bu ondan ötürü ki, ştil əkəndə kartofun alağının arasını zaten təmizləmək. Gözünüzün qabağında bu diye təmizlədim.